Mükəmməl mən. SAT hazırlaşmaq üçün nə qədər vaxt lazımdır? Bu tələbədən tələbəyə dəyişir. Əgər tələbənin yetəri qədər riyazi bazası və dil səviyyəsi yaxşıdırsa, minimum 6, maksimum 9 ay ərzində SAT imtahanında uğurlu nəticə göstərə bilər. Amma tələbənin riyazi bazası zəifdirsə, pre-SAT dərslərinə başlamalıdır. Pre-SAT dərsləri deyəndə bəzən valideynlər bunu vaxt itkisi kimi nəzərdə tutur, lakin bu belə deyil. Çünki pre-SAT-də SAT formatında keçirilir. Yəni eyni mövzular olur. Sadəcə olaraq daha sadə suallar və mövzuları tam anlamaq üçün keçirilən bir proqramdır. Müəllimə, SAT verbula başlamaq üçün hansı dil səviyyəsində olmaq lazımdır? SAT verbal dərslərinə başlamaq üçün tələbənin səviyyəsi minimum upper intermediate olmalıdır. Əgər səviyyəniz daha aşağıdırsa, yəni intermediate səviyyədirsə, bu zaman pre-SAT dərslərinə başlamaq olar. Beləliklə tələbə özünün reading və vocabulary bacarıqlarına fokuslanaraq bunu artırıb, daha sonra SAT dərslərinə keçid edə bilər. SAT məhz nə dərəcədə çətindir? SAT məhz digər imtahan növləri ilə müqayisədə daha rahatdır. Yəni dim, YÖS və s. Burada SAT məhzdə yüksək nəticə toplamaq üçün 9-cu sinifə qədər olan riyaziyyat biliyi, doğru strategiya, vaxtı düzgün idarə etmə və çoxlu praktis etmək kifayətdir. Və ən əsası da bunları edərkən davamlı olmaq. Müəllimə, SAT imtahanları harda və necə keçirilir? SAT imtahanları College Board tərəfindən təşkil olunur və məkan olaraq DİM İmtahan Mərkəzi, eləcə də özəl məktəblərdə keçirilir. Bu üçün sadəcə veb saytə girib bilet almaq kifayətdir və məkanı özünüz seçə bilərsiniz.